15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa bəyannaməsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri kimi tarixə düşüb. Bu sənəd iki qardaş ölkə arasında mövcud olan münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, regionun gələcək inkişaf istiqamətlərinə də mühüm təsir göstərib. Şuşa bəyannaməsinin məhz Qarabağın tacı hesab olunan Şuşa şəhərində imzalanması xüsusi siyasi və mənəvi məna daşıyır. Uzun illər işğal altında qalmış şəhər 44 günlük Vətən müharibəsində əldə edilən zəfərin simvoluna çevrilərək yeni dövrdə əməkdaşlıq, inkişaf və regional sabitliyin mərkəzi kimi ön plana çıxıb. Sənəd təhlükəsizlik, müdafiə, xarici siyasət, enerji, nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Bu isə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə regional təhlükəsizlik məsələlərində qarşılıqlı dəstəyin gücləndirilməsi iki dövlətin maraqlarının müdafiəsində mühüm rol oynayır. Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşması Cənubi Qafqazın əhəmiyyətini daha da artırıb. Bu proseslər fonunda Azərbaycan regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Orta dəhlizin inkişafı, yeni enerji layihələri və regional bağlantıların genişlənməsi ölkəmizin strateji mövqeyini gücləndirir. Şuşa bəyannaməsi həm də Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsi, ortaq tarixi və mədəni dəyərlərə əsaslanan əməkdaşlığın daha da inkişafına şərait yaradır. Bu baxımdan sənəd Türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə mühüm töhfə verir. 5 il ərzində Şuşa bəyannaməsi yalnız iki ölkə arasındakı münasibətlərin inkişafına deyil, həm də regionda sabitliyin və əməkdaşlığın təşviqinə xidmət edib. Bu sənəd göstərdi ki, qarşılıqlı etimad, ortaq maraqlar və strateji baxış uzun müddətli tərəfdaşlığın əsasını təşkil edir. Bugün Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlığın, müttəfiqliyin və ortaq gələcəyə inamın simvolu kimi çıxış edir. Eyni zamanda sənəd Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və davamlı inkişafın möhkəmləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri kimi öz aktuallığını qoruyub saxlayır. Azərbaycanın artan beynəlxalq nüfuzu və regionda formalaşan yeni əməkdaşlıq mühiti fonunda Şuşa bəyannaməsinin strateji əhəmiyyəti gələcək illərdə daha da artacaq.